Herkese salam, mən Batır Əkəbəy. Deməli, məşhur, belə deyək də, Ximçiska yerlərindən birinə maşını vermişdim və maşını təmizləyəndə maşının, belə deyək də, faranın aşağı hissəsindən su tutduqlarına görə, təzyiqli su tutduqlarına görə görürsünüz ki, farada belə ləkələr əmələ gəlib. Və düşündüm ki, elə ən yaxşısı özümün etməyimdir və gördüyünüz kimi faranı maşından söktüm. Sökülməsi çox asandır. 2 dənə belə deyək də bolt buradadır, bir bolt buradadır, bir də ona gedən kabellərin çıxarılmasıdır. Və söktüm. Buraya baxıram ki, Tesla çox belə bir maraqlı fara düzəldir. Faranın demək olar ki, hər biri boltlarla açılır. İndi mən bunu özüm açacağım, spirtlə təmizləyəcəm və sonra yığıb nəticəni sizlə bölüşəcəm. Deməli, arxa stopu söktüm. Arxa stopun söktükdən sonra şuruplarını açırdım ki, gördüm burada filtrləri var. Bu filtrləri internetdə axtardım və axtardıqdan sonra məlum oldu ki, bu filtrlər vasitəsilə biz bunun suyunu çəkə bilərik. Feni qızdırıb bura tutsaq, belə deyək də, su konkret çəkilmiş olacaq. Yoxladım, böyük bir hissəsi getdi. Tam şəkildə sizə göstərəcəm.